Allah buyurur ki, Əl-Bəb-ı Səmin 8-ci fəsil, bab. Zikru təlbisi iblis aləl-ubbət fil-ibadət. Və sonra Şeyx Rahiməhullah danışır necə abidlərə, yəni ibadət edənlərə ibadətlərində şeytan vəsvəsələr eləyir. Ümumiyyətlə, Şeyx buyurur ki, Rahiməhullah, ibadət məsələlərində şeytan üçün ən əlverişləri bil ki, yerdir, vəsvəsə eləmək üçün. Çünki çoxsu insanların cahillə bilmirlər ibadət necə eləmək lazımdır. Ona görə deyir, şeytan üçün əlverişlidir çox ibadətdə vəsvəsə eləməyən. Və cahillərə şeytan çox rahatlıqla girir, vəsvəsəsini eləyir. Cahillərə. Amma alimə deyir Şeyx Rahimullah, amma alimlərə isə ancaq çətinliklə, o da əgər alim qafil olsa, nəyə hansı məsələ qafil olsa, girir o məsələdən istifadə edir və başlayır vəsvəsələrini. Və ona görə Şeyx Rahimullah buyurur ki, ən birinci ona görə insan öyrənməlidir bir şey etməmişdən qabaq, sonra əməl etməlidir ki, həm əməli düzgün olsun, həmçinin şeytan vəsvəsələrindən xilas olsun. Ona görə Şeyx Rahimullah buyurur ki, çoxsu əzalarla əməlləri fikirləşir. Və lakin qəlblə əməli fikirləşmir. Hansı ki, Şeyx deyir ki, Rahimullah, qəlblə əməl əzalarla əməl eləməkdən əfsəldir. Və çətindir. Qəlblə əməl əzalarla əməldən əfsəldir və çətindir. Şeyx buyurur, Rahiməhullah. Ona görə Şeyx sonra sələflərdən Mutarraf ibn Abdullah radiyallahu anhudan rivayət gətirir Rahiməhullahdan buyurur ki, fadlul elmi xeyrun min fadlul ibadə. Elmin fəziləti ibadətin fəzilətindən xeyirlidir. Və sonra Şeyx Rahiməhullah Yusuf ibn Asbatın rivayətini gətirir. Qövlün, sözün. Buyurur ki, babun minəl ilm tətəallimuhu afdal min 70 qaza. Deyir ki, elmin bir babın, bir fəslini öyrənmək 70 dənə döyüş eləməkdən əfsəldir. Həmçinin Muafi İbni İmran Rahiməhullah buyurur, bir hədisi yazmaq, Peyğəmbər salsın bir hədisini yazmaq, gecə namaz qılmaqdan əfsəldir mənim üçün. Ona görə Şeyx Rahiməhullah buyurur ki, ən birinci müsəlman gəlib bilə, ibadəti sonra əməlliyə. Hətta şeytan vəsvəsəsinə azallar. Və sonra şeyx başlayır, deyir, təharətdə şeytan vəsvəsələri. Və deyir ki, Rahiməhullah, məsələn, vəsvəsələrindən təharətdə deyir ki, biraz çox otur təharətdə. Birdən durarsan, necis gələ bilər. Yox, hələm azdır, hələm tam qutarmamısan və s. və s. Şeytan vəsvəsələrindəndir. Və görürsən, oturur, nə qədər? Oturur. Və şeyx deyir ki, Rahiməhullah, ümumiyyətlə, bu böyle elədir ki, insan oturduqca o damcılar gələcək daima. Ona görə Şeyx Rahiməhullah deyir ki, əsas insan böyül, ehtiyacın ödəyəndən sonra kifayət eləyir. Və ya məsələn, şeyx deyir ki, Rahiməhullah, həmçinin vəsvəsələrindən su çox işlətmək böyül edəndən sonra. Su çox işlətmək ki, yox, lap təmiz olsun. Sonra şübhələyir, deyir, yox, birdən nəcis qala bilər və tezdən başlayır su istifadə etməyə, su istifadə etməyə. Hamısı şeytan vəsvəsələrindendir. Və ya məsələn, durur, deyir, yox, deyəsən, paltarın batdı. Və ya s. İnsan gərək şübhəyə, vəsvəsəyə fikir verməyə. Əgər görsə ki, dəqiq nəsə oldu, hə, onda. Aydındır. Və sonra Şeyx Rahiməhullah həmçinin buyurur ki, həmçinin insan ümumiyyətlə həm ayaq yolunda, həm başqa yerdə də gərək şəriət necə deyib, gərək elə ola. Şəriət necə deyib? Və şəriət deyib ki, 3 dəfə kifayət edir. Ondan da çox olar. Lakin həddini aşmaq da düzgün deyil.
həddini aşan deyir, bidət artıq eləyir şəriətdə. Allaha tabi olanlardan olmur. Yəni, insan ola bilər, nədir, laf təmiz olsun, bəlkə çox yudub 50 dəfə. O düzgün eləmir. O elə biri ki, düz eləyir, hələ də. Yəni, sən şəriət necə deyib, hələ elə kifayətdir. Kifayət eləyir. Və sonra Şeyh Rahiməhullah deyir ki, zikru təlbisihi aleyhim fil vudu. Dastamazlı şeytanın vəsvəsələri. İnşallah bu məsələ qalsın, gələn dərsimizə görə şeytan necə dastamazlı vəsvəsələri. Allah bilir. İbn-i Cəvzi Rahiməhullah buyurur ki, bəb zikru təlbisihi aleyhim fil vudu. Yəni, Şeyh Rahiməhullah danışır indi necə dastamaz alanı şeytan vəsvəsələ eləyir. Yəni, o şeylər vəsvəsələrdəndir. O şeylər olanda bilginən ki, vəsvəsədir. Vəsvəsəyə də çox fikir vermə. Və burada Şeyh Rahiməhullah buyurur ki, məsələn, vəsvəsələrindən niyyət məsələsi. Niyyət. Və ya məsələn, mən sağ əlim yuyuram ki, qiyamət günü kitabı sağ əlimlə alım. Sol əlim yuyur, deyir ki, ya Rabbi, qiyamət günü sol əlimlə vermə yenə kitabı. Sonra başın yuyur, başın Allah bilir deyir, saçlar necə olsun, Allah bilir. Bəs ayaq yolanda sirata sağ əlimi qoyun. Nə bilim, sol belə və s. Bu hamısı vəsvəsələrdir. Şeytanın vəsvəsələrindən. Çünki Rasul sallallahu aleyhi ve sellem belə eləməzdi dastlama zamanda. Həmçinin sahabələr də dastlama zamanda bu cür şeylər deməzdi. Və niyyət bilirsiniz, qəlbdədir. Ləfz sözlə demək niyyəti olmaz. Bir dədir. Gələk çəkinərsən. Və həmçinin vəsvəsələnlər məsələn elə fikirləşir ki, harası su dəyməyib və yaxşı dəymədi su. Və məsələn birdən su çiklidir, bu su hardan gəlir? Bəlkə məsələn yağış yağıb torpaqdan deyib nəsə, birdən çikli olar və nəsə nəcis, vəsvəsə. Və məsələn, bu su hara gedir? Ona görə bəzi hətta qızlardan da görürsən ki, elə ağac dibində şeylər ki, dastamaz, o vəsvəsədir. Elə bilək ki, su belə yanında gedir, nəsə qarşılır, ona görə olmaz ki, dastamaz su. Hansı vəsvəsədir, şeytanın vəsvəsələrindən şişirtmək olmaz dində. Həmçinin ehtimalla olmaz, ehtimalla neyisi tərk eləmək. Xüsusən dastamazda belə məsələləri. Bəziləri vəsvəsələrindən suyu çox işlədir. Və dastamazda suyu çox işlədən 4 dənə böyük günaha nail olur. Ən birinci israf suda. İkinci ömrünün vaxtından gedir. Çünki dastamaz tez alıb çıxmalısan. Təsəvvürlə yıxsın, o dəqiqələri, elə adam var, deşik dəqiqə bu dastamaz alır. Ömrünü qiymətli vaxtlarını itirmək. Həmçinin şəriətdən kənara çıxmaq. Çünki şəriət hələ əmr eləməyib. Çünki şəriət az sunan kifayətlənməyi əmr edib. Həmçinin 3-dən artığı şəriət əmr etdiyindən artığı etmək. Yəni şəriət deyir ki, 3 dəfə yumaq. Onun kifayətlən bəsdir. Görürsən ki, yur. 1 dəfə, 2 dəfə, 3 dəfə, 4 dəfə, 5 dəfə, 6 dəfə, 7 dəfə. Bu hamısı vəsvəsələrdir. Həmçinin şeyx buyurur ki, vəsvəsələrindən böyük günahlara fikir vermir, amma balaca şeylərdən aydındır. Və var belə adamlar. Belə adamlar görsən, var. Görsən, məsələn, neysə. Sonra hamısı şeytanın vəsvəsələndir, yəni, neysə. Və ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem Amr ibn Asın rivayətində deyir ki, bir gün deyir, keçirdi Sa'd radiyallahu anhu
dastamaz alırdı. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ey Səad, bu nə israfdır suda? Səad radiyallahu anh deyir ki, ya Rasulullah, məyər dastamaz alınan suda israf varmı? Yəni, nə qədər istəyən yumaq olar, Səad elə fikirləşmişdir. Dedi ki, subhanallah, bəli, hətta axan çayın yanında dastamaz olanda onda da qənaət ilə suya. Hətta axan çayıdırsa, o demək deyil, çayda yəni, dastamaz al, nə qədər istəyirsən, neçə də. Yox, elə deyil. Hətta onda israf eləmə. O başqa rivayətdə gəlir ki, dastamaz üçün ayrıca şeytan ayrılır. Vəlhan adında. Ondan vəlhan. Ondan qoruyun özünüzü. Çünki vəsvəsələr eləyir. Həmçinin başqa rivayətdə gəlir ki, vəlhan adında şeytan var, dastamaz şeytanı. Və gülür dastamaz alanlara. Təbii ki, kimlərə gülür? Onlar ki, o vəsvəsə düşən kimi onu düşürlər dalınca vəsvəsəni. Və ya məsələn, sağ ayağımın yanında belə, bu hamısı iblisi güldürür, şeytanı. Təbii vəsvəsələr gülür. Lakin, təbii ki, bilirsiniz ki, şeytan, ümumiyyətlə, İslam işitməyə qadam edir. Ona görə Şeyx Əlmülcəzi də burada deyir ki, bax, Peyğəmbər sallallahu əleyhi və səlləm məsciddə oturmuşdu, ərabı bölünəndə dedi ki, bir qap su tökün qutardı. Dağlarını gətirib qazımadılar, belə hər qumu yumadılar, zahiri şey yox idi. Və ya məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm əgər məni paltarınızı deysə, qurusa ona elə dırnağınla da belə qaşdan kifayət edir. Lazım deyil, yumaq bütün paltarı ona görə. Və ya məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, əgər ayaqqabıyla namaz qılanda hər ayaqqabının altın quma sürtün belə bir neçə dəfə. Sonra qılın, onu təmizləyir. Lazım deyil, yumaq. Yox, birdən nəcisə ola bilər, nə qədəsə və ya sairə və sairə. Və ya məsələn, necə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, oğlan uşağın əgər böyül eləsə, ancaq süd əmər, körpə, oğlan uşaqdırsa, onu kifayət də belə suyu çiliysən, böyülən yerə sürtsən qutardı, kifayət eləyir. Amma qız uşağını böylə edən yerəsə yursan. Və belə İslam yəni bu məsələlərdə yüngüldür, şişirtmir, israf, hər şey nəzərə alınır ki, su çox işlənməsin, vaxt çox gedməsin, şəriət şişməsin və s. Təbii ki, bunlar hamısı şeytanın vəsvəsələndəndir. Sonra şeyx, rahiməhullah, davam edir vəsvəsələrinə. Azanda necə vəsvəsələr eləyir? Azanda, sonra namazda, inşallah bunlar qalsın gələn dərslərimizə Allah bilir. Sonra şeyx İbn-i Cəvzi, rahiməhullah, şeytanın vəsvəsələrini necə namaz qılanda bəyan edir. Yəni, bir namaz qılanda şeytanın vəsvəsələri necə olur? Və şeyx deyir ki, həmçinin niyyətdə şeytanın vəsvəsələri, yəni namazın niyyətində. Və məsələn, görürsən, bəziləri niyyətə başlayanda başlayır ki, mən namaz qılıram, zöhr namazı, imamla, qibləyə dönmüş halda, 4 rükət və s. Və imam salam verir və elə niyyətini danışır. O müsibətdir. Və niyyət demək bidədir, dinlə. Niyyət nə deyil? Niyyət bilməyindir sənin. Əgər biri bilirsən nə inir, artıq niyyətidir. O sən gəldin, girdin içəri, gördün artıq iqamədir, artıq qılınır namaz başlayır. Və bilirsən ki, nə namazı gelir? Və bilirsən ki, bu cəmaat namazı, artıq niyyətdir. Lazımdır, şeyx deyir ki, rahmanullah, yəni bu şeytanın vəsvəsələrindən Və şeyx deyir ki, şəriət hasandır. Belə qurulub ki, çox hasan. Və bu bəlalardan şəriət uzaqdır, bu cür bəlalardan. Və belə nə Peyğəmbər sallallahu əleyhi və səlləm, nə də sahabələr. Yəni bu cür niyyətlər. Və ya məsələn deyir, vəsvəsələrindən şəkkə salır. Dastamaz var, yoxdur. Və ya nəsə oldu.
Dastamazı pozuldu. Və ya namazda nəsə demədim. Yəni, şeyx deyir ki, rahmanullah, fəqət şəkkin və şübhənin olmağı o demək deyil, o saat əmeli dayandırmaqdır. Və insan ümumiyyətlə belə hallarda dəqiq bilsə, gerək çıxa ibadətdən və ya ibadətini təsəliyən. Amma şübhə ilə, vəsvəsələrlə fəqət mücərrəd şübhənin olmağı kifayət deyil, ibadətdən çıxmaq və ya başqa görülmək. Və həmçinin Şeyx Rahmanullah burada bir əsər gətirir. Deyir ki, bəzi şeyxlərdən eşitdim, bəzi İbn Aqil bir dənə qəribə hekayət deyir, danışır. Bir kişi deyir ki, İbn Aqil ilə görüşür və deyir ki, mən dastamaz alanda hər əzamın yanında nəsə deyirəm. Yəni, demək istəyir ki, yəni sağ əlimin yanında deyir ki, Ya Rabbi, kitabı sağ əlimə ver qiyamət günü. Sol əlimin yanında deyir ki, bəs Ya Rabbi, kitabı sol əlimə vermə. Sonra nə bilim, ayağın yanında deyir ki, sırafa bunu qoyun, sonra bunu qoymayın, sonra başlarını məçəkəndə Allah bilir nə deyirlər. Sayra. Və deyir ki, mən hər azamın yanında dastamız olanda nəsə deyirəm və təkbir alanda neçə dəfə təkbir alam və bu adam başlayır belə şeylə danışmağa. Və İbn Aqil Allah qulaq asır buna, deyir ki, sən namaz qılma, sənə vacib deyil. Bu cəmaat da İbn Aqil'ə qulaq asır, eşitir, İbn Aqil nə danışır, bu nə danışır, namaz qılma. Bəlkə də təkbir deyərlər. Deyir ki, ya şeyh, sən nə dedin ona, bu nə cavab deyir? Dedi ki, Peyğəmbər salsın deyir, baxın, 3 adamdan yazılır. 3 adama, Allah sınavlar, günah. Onlardan da biri məcnunadır. Hətta ağlı yerinə gəlinəsən. Və bunun ağlı yoxdur. Bunun məcnun misallandı da ona görə dedim ki, namaz qılmırsan. Bu cür namaz qıl Allah. Yəni, dərinlə müqayisə etdi onu. Subhanallah. Və həmçinin Şeyx Rahmanullah vəsvəsələrə davam edir. Yəni, şeytan vəsvəsələrin necə davam edir ibadətdə. İnşallah qalsın gələn dərsimizə, şeyxin başqa şərhin ola bilir. Sonra şeyxin Cavzi şeytanın vəsvəsələrindən buyurur ki, zikr təlbisihi aleyhim fil əzən. Sonra azan vaxtı şeytanın vəsvəsələrindən danışır. Və Şeyx Rahmanullah burada buyurur ki, şeytanın vəsvəsələrindən azanda həddindən artıq uzatmaq, əymək, düzətmək, azad verəndə. Və şeyx deyir ki, İmam Malik məkruh görür və başqa alimlər məkruh görür azanda həddindən artıq şey eləmək belə, mahnıya oxşatmaq, xanəndəlik eləmək. Çünki o həddindən aslında da elmi olmaz. Sən mahnıya oxşatmaq. Olmaz belə. Və bu azan verənlərdə görürsən çoxsunda var. Mesela sünnədən belədir ki, çox burcu tutmamaq belə azanda, səsində. Həmçinin şeyx deyir ki, Rahmanullah vəsvəsələrindən artıq şeylər demək, azanda. Şeytanın vəsvəsələrindən. Məsələn, artıq sözlər demək, türbəcür. Fokuslar salmaq özündən, hərəkətdə. Bu da şey yoxdur ki, olmaz şeytan vəsvəsələrindən Çünki sünnədə nə gəlir? Bu kifayətdir. Sünnədə necə gəlib azam? Kifayətdir. Həmçinin iqamaya da aiddir. Həmçinin artıq sözlər demək azanda, hansı ki, Peyğəmbər salsın vaxtında deyilməyib. Və də xəlifələrin. O da şeytan vəsvəsələrindən Və ya məsələn, şeyx deyir ki, bəzən görürsən azandan qabaq başlayıb nəsə oxumaq və ya azandan sonra nəsə oxumaq. Bu hamısı şeytan vəsvəsələrindən Rasul sallallahu sahabələr azandan qabaq heç nə deməzdilər.
Və azından sonra da hansı ki bir dənə dua var, onu deyədilər. Allahumma Rabbi hədihi davəti təmmə. Hansı ki, yalnız bilirsiniz inşallah. Onu deyərdi, qutardı. Və sonra azan iqamı arasında dua eləyərdi özü üçün və ümməti üçün. Amma belə artıq şeylər hansı ki, ümumi cəmaat içində var, o hansı bir dədə olmaz, şeytan vəsvəsələndəndir. Və cürbəcür şeyx deyir, münkərlər, həmçinin Qurana da aiddir. Şeyx deyir, rəhməllah. Yəni, Quran oxuyanda da bəzən görürsən, biri elə oxuyur ki, çox burcudur belə. Qoyçunlar ki, yaxşı oxuyur. Bu da şeytanın vəsvəsələndəndir. Təşəkkür odur ki, Quran oxuyanda insan gerək biraz səsin gözəl çıxardı gerək. Düzdür, lakin həddi var da onun. Hər şey həddi var. Həddi açdın, qutardı, getdi. Çıxırsan şeytanın vəsvəsələndən. Və bu, ümumiyyətlə, nə ki, azana şeyx deyir, rəhməllah, həmçinin Quran oxuyanda da gərək buna rayət olunlar. Və ya, məsələn, Quran oxuyanda da çox lazımdır bəkdən oxumaq. Xüsusən də əgər əziyyət verirsə, ya evdəkilərə, ya məsələn namaz qılanda görsən, ətrafındakilərə əziyyət verirsə, lazımdır bəkdən oxumaq Quran-ı Kərimi. Və ya məsələn binadasan, təksən, lazımdır bəkdən azam vermək. Və bir dəfə bir nəfər gəldi şikayətə, dedi ki, bəs 9 mərtəbədir, səhər, sübh namazında nə qədər uşağın gücü var, o orada qışqırır, azam verir. Və bütün bina qalxır bunun azamdan. Təbii ki, bu olmaz belə. O demək deyirsən, mən güclü müsəlman azam. Belə olmaz. Əksən sən pis göstərsən İslamı. Həmçinin heç var, vadar olma, söysünlər və İslama pis ad getirmək üçün. Və Müsa Osman radiyallahu xavariclərə toxunmadı. O vaxt gözün mühasirəyə almışdılar evin. Gəldilər Əli bin Əbi Talib, Həsən, Hüseyin. Dedilər, gəlin döyüşək. Osman radiyallahu lazımdır, mən istəmərəm, mənə görə kimsə şey olsun. Səbəb olun, kimsə cəhənnəmə girməyinə. Oraya toxunmadı, lakin bilmədik ki, Osman radiyallahu xain idilər. Aydındır. Həmçinin Qırandan da görsənməsin, İslamda pis surət yaranmasın. Ona görə lazımdır hələ şeylər elmi, o şeylər ki, İslamı pis göstərəcək. Lazımdır ola elmi. Özündə elə kifayət lazımdır. Sənə vacib deyil, bəkdən qışqırmaq. Quran oxuyanda və azan verəndə. Aydındır. O bəkdən kim qışqırar, o müəzzindir, yəni qorxursun. Laf yaxşı. Lakin onun da ehtiyac yoxdur. Mikrofonlar var. Biraz səs çıxardır, kifayət edir. Və ümumən, İslam bəyənməz ifratçılığı, yəni şirtməyi dində, həm azanda, həm də Quran oxuyana da, oxumağa da aiddir. Allah subhanətən inşallah bizi eşli faydalardan etsin. Sonra Şeyx Rahmanullah şeytanın vəsvəsələrindən danışır. Və buyurur ki, burada Musavanın rivayətini getirir ki, bəs Mən ibn Abdurrahman bir kitab çıxandır və deyir ki, bəs Peyğəmbər sallallahu əleyhi və səlləm mən elə adam görmədim ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hansı ki, şiddətli, kim şişirdirdi, onları inkar etməsin, o əməlin. Şeyx göstərir ki, nə istəyir ki, dində şirtmək şeytanın vəsvəsələndəndir. Həmçinin şeyx deyir ki, rahmanullah, həmçinin Əbu Bakırda ən qorxduğu adamlar onlar idi. Dini məsələləri şirlənlər. Həmçinin Ömər ibn Xattab. Onlardan qorxurdu. Yəni qorxurdu nəyə görə? Özünə görə yox, dəvəti görə. Qorxurdu fitnəyə görə. Və s. Ona dində şirtmək olmaz. Və şirtmək də belədir ki, insan o qapını özü qabağında bağlamasa, insan şirtdikcə gedəcək. Və şeytan da gəlib həvəsləndirir insana.
Yalan həvəsləndirir, görsən, belə idi, görsən, lap pis olur. Ancaq şeytan vəsvəsələrindən. Və sonra Şeyx Rəhməhullah burada həmçinin başqa rivayət gətirir, deyir ki, Əbu Bakır deyir, Rəvaninin arxasında namaz qılanlardan idi. Və o da zamanənin fəqihi idi. Gördük ki, bir gün mən Fatihənin oxumanın vacibliyi məsələsində yox, istiftah məsələsində mübahisə ilə bilinəm. Və şeyx dedi ki, subhanallah, vacibi qoyub sünnətdə ixtilaf edir. Həmçinin Şeyx Rəhməhullah bunu gətirməkdə göstərir ki, insan birinci ona lazım olan şeylər öyrənməlidir. Belə məsələlər qoruşulmalıdır ki, ondan da oradan soruşulacaq. Məsələn, elələr görsən var ki, elə məsələyə qoruşulacaq, ondan soruşulmayacaq qiyamət günü. Heç deyilməyib ona sən belə elə günə. Qiyamət günü də soruşulmayacaq ondan. Lakin gecə gündüz hələ işini ona sərf edir. Lakin o şeylərdən ki soruşulacaq, o şeylər ki ona vacibdir, onu əməl eləmir. Ona görə bu da şeytan vəsvəsələndəndir. Şeytan bu cür çəkindirir əməlindən və şey eləyir. Lakin iblis ona başqa cür göstərir. Bu da şeytan vəsvəsələndəndir. Və sonra Şeyx Rəhməhullah burada sünnətləri ümumiyyətlə tərk eləməkdən danışır ki, o da şeytanın vəsvəsələri necə olur onda. İnşallah qalsın gələn dərsimizdə, Allah bilir. Sonra Şeyx Cəzi Rəhməhullah buyurur ki, tərk-ı sünə, yəni sünnətləri tərk eləmək. Yəni Şeyx o barədə danışır. Şeytanın vəsvəsələrindən bu barədə. Və Şeyx deyir ki, Rəhməhullah sünnətləri tərk eləmək şeytanın vəsvəsələrindəndir. Yəni sünnət namazlarının. Və sünnət namazları tərk eləmək olmaz. Çünki bilsən ki, sünnət namazı nə qədər xeyri var, birinci imanı qoymur zəifləməyə. Sənə özürü qoymur zəifləməyə. Həmçinin fərzdə əgər eyblər varsa, onları örtür. Həmçinin savabı artırır. Peyğəmbər salsın buyurub, kim gündə 12 narahatını qılsa, cənnətdə ev tikiləcək ona, onu gözləyəcək. Onun sünnət namazlarla qeyd yanaşma. Təbii ki, bu barəsində də zəifləmək şeytan vəsvəsələrindən şeyx deyir. Və həmçinin sünnət namazı faydalanma Peyğəmbər salasının yanında olmaq qiyamət günü, cənnətdə. Çünki bir sahabi soruşdu. Deyəndə ki, sahabiyə nə istəyirsən? Dedi ki, ya Rasulullah, sənin yanında olmaq istəyirəm cənnətdə. Dedi ki, çoxlu səcdə elə və sünnət namazları daxildir buna. Və həmçinin şeytan vəsvəsələrindən səhvdə gecikmək, yəni cəmaat namazda səhvlər laqeyd olmaq şeytan vəsvəsələndəndir. Və cəmaatı laqeyd olmaq, cəmaatla qılmamaq şeytan vəsvəsələndəndir. Və ya məsələn, yəni səhvləri gecikmək necə? Yəni görür ki, qabaqda səhv boşdur. Keçmir ola. Oturur, deyir ki, səhvlər dola. Bu şeytan vəsvəsələndəndir. Və həmçinin birinci təkbirə laqeyd yanaşmaq. Yəni sən bilirsin ki, birinci təkbir namazda mühüm yerdir, mühüm şeydir. Yəni ən fəziləti çoxdur. Və birinci təkbirə çatmaq namazda fəzilətlidir. Ona görə çalışmaq lazım, imkan varsa birinci təkbirə çatmaq, laqeyd yanaşmaq. Xüsusən məsciddəsənsə və məsciddən bayırdısınsa.
və həmçinin şeytan vəsvəsələrindən sonra şeyx buyurur, rahimehullah, namazda qiraət məsələlərində, yəni hərflərin məxrəclərində. Və şeyx rahimehullah buyurur ki, bəziləri görürsən, məsələn, təkrarlayır, vəsvəsə gəlir, məsələn, deyir, Elhamdülillah, sonra deyir, nəsə yaxşı çıxmalı. Elhamdülillah təzdən. Sonra deyir, nəsə bu da yaxşı çıxmalı. Və sadəcə təkrarlamaq. Hansı ki, bir dənə kifayətlənə bilər. Bu da şeytan vəsvəsələndəndir. Və həmçinin namazın ədəbindən deyil. Və həmçinin şeytan vəsvəsələrindən təşdidləri şiddətli eləmək. Məsələn, Quranda bilirsiniz ki, təşdid, bilirsiniz hamımız inşallah. Və sonra elə çıxardır ki, təşdidi elə oxuyanda az qalır beyni adam patlasın. Məsələn, təbbət ya da əbilə həbin və təbb. Məsələn, qutardır. Və sonra elə oxuyur, belə dəhşət. Bu da şeytan vəsvəsələndəndir. Həmçinin şeyx deyir, rahimehullah, dad hərfin qəribə çıxartmaq. Bəziləri istəyir ki, Fatihə başlayır, fikri dad hərfindədir. Ki, dad hərfinə çatım, necə düz çıxardacam. Bu şeytan vəsvəsələndəndir. Və ya sad hərfin və ya hə hərfin və ya ayn hərfin müsibət. Ona görə bunlar hamısı lazım deyil çox şirtmək, hətta qiraətdə. Çünki kifayətdir ki, hərfi məxrəcindən çıxartdığın kifayətdir. Lazım deyil çox dərinə gedmək, xüsusən də bilmirsənsə. Və bunlar hamısı şeytan vəsvəsələndəndir. Və lazımdır, ümumiyyətlə, artıq şeylə eləməmək. Yəni, o şey ki, şəriət saat deməyib sənə, lazımdır eləmək, çox dərinə girmək. Sənə vacib deyilsə. Ona görə, İmam Əhmədə gəlib soruşdular ki, bəs belə-belə, bəs İbn-i Mübarək belə deyir. İmam Əhməd dedi ki, İbn-i Mübarək səmada nazil olmuş ki. Səmada nə nazil olub? Quran-ı Kərim və sünnə, Peyğəmbər hədisləri səmada nazil olub. Bunlardır. Amma İbn-i Mübarək və qeyriləri nasıl rəydə ola bilərlər? Ona görə belə məsələyə namaz qılan gerək fikir verə, hətta şeytan vəsvəsələrinə düşməyə. Çünki şeytan vəsvəsələr qapılardır. Vəsvəsə gəldikcə artar əgər. Namaz qılan, onunla mübarizə aparmırsan. Allah subhanət hala inşallah bizi şeytan vəsvəsələrindən və şeytanlardan qorusun. Amin. Allah bilir.